Bura mənzilin 2 pəncərəli, işıqlı, geniş qonaq otağı. Dəyərli izləyənlər, bugün sizlərə Xətayda 4 otaqlı bir mənzil təqdim edirəm. Gəlin elə qonaq otağının tam yanında olan mətbəx hissəsini də sizlərə göstərim. Çox gözəl və geniş bir mətbəx hissəsi var. Gözəl də təmirə uyğun mətbəx mebeli seçiblər. Qarşısında da eyvanı mövcud. Mənzil layihəsi də çox gözəldir. Girişdən solda qonaq otağı və mətbəx, sağ tərəfdə isə yataq otaqlarıdır. Gəlin isə onlarla tanış olaq. Bu yataq otağını çox bəyəndim. Deyə bilərsiniz ki, bu yataq otağının özəlliyi nədir? Daxilində gözəl bir qardırob, hətta qardırobun özünə məxsus pəncərəsi də mövcuddur. Bu formada 2 hissəli, işıqlı. Bu qədərmi? Xeyr, daxilində əlavə olaraq hamam otağı da mövcuddur. Gözəl, funksional bir yataq otağı belə olar. Bura isə ikinci yataq otağıdır. Daxilində işıqlı bir dolabı, hamam otağı və çamaşır hissəsi. Son olaraq isə üçüncü yataq otağı. Bu mənzil Xətayda Sevgi Parkının tam yaxınlığındadır, dəyərli izləyənlər. Ətraflı bütün məlumatları postda sizlər üçün qeyd edirəm. Sağ olun, görüşmək ümidi ilə.